1996-cı ilin aprel ayının 1-dən dəmir yolunda yol montöryü fəaliyyətə başlamışam. Əvvəllər gələndə mənim özüm üçün də çətin gəlirdi. Həm də ətraf elə bilirdi ki, işləyə bilməyəcəm. Amma sonradan həm kollektiv, həm də özüm gördüm ki, bu işi mən asanlıqla işləyə də bilirəm, ötəsindən də gələ bilirəm. Yol ayrıcı təmizliyi, boltların bərkilməsidir, köhnə şpalların çıxarılmasıdır, sınıq reyslərin aradan götürülməsidir. Bütün bu işlər bizim öhdəmizə düşür. Yolda olan nasazlığı aradan götürürük, qatarların təhlükəsiz vəziyyətdə, sərnişinlərin vaxtında mənzil başına çatılması bilavasitə bizim işimizdən asılıdır. İşə başlayanda 35 yaşım vardı, hal-hazırda 64 yaşım var. Artıq təqaüd vaxtım çatıb, mən təqaüdə gedirəm. O qədər mənim üçün çətindir ki, həqiqi mənada çətindir ayrılmaq. Elə o açar üçün darıxacam, reys üçün, yol ayrıcılar üçün darıxacam, şpal dəyişmək üçün darıxacam. Qadınlar çox güclüdür. Qadınlar düşən yerdə hər şeyə nail olurlar. Hər işə, istəyir dəmir yol olsun, istəyir müəllimlik olsun, istəyir həkimlik olsun. Qadınlar düşdüyü yerdə işlərin öhdəsində gəlməli, layiqincə gəlirlər. Həm dəmir yolu işlərimi, mən də həm də ailə işlərimi vaxtında çatdırıram. İşin çətini yoxdur. İşi çətinləşdirmək var. Yəni, o işin üstünə sən ürəklə gedəndə o işin öhdəsinə gələ bilirsən. Şəxsən mən istəyərdim ki, yol montöryü qadın işçilərimiz olsun. Həmişə qadınlarımız gülsün, sevinsin, onların üzərinə həmişə işıq saçsın.